Salam əziz müəllim və şagirdlər. Bu kitabı da seçməyə məcbur oldum. Niyə məcbur oldum? Çünki bir müəllim, dərs keçdiyim müəllim gəldi mənə dedi ki, filan şey filan da izotoplar, izomerləşmə ilə bağlı və bu kitabda da belə yazılıb. Baxdım, yəni bu kitaba çox çalışırdım, baş qoşmuyum. Düzü reklam eləmiş olurum. Amma ən azından yəni artıq bundan sonra izləyənlər bu zərərli məlumatları almasın. Yəni bizim ölkədə elə bir necə deyim, təhsilsiz ölkələrdə daha çox belə olur. Savadlı görünmək üçün müxtəlif üsullarla əl atılır. Bunlardan biri kitab yazmaqdır. Sonra elmi adlar alıblar. Hamısı fəlsəfə doktorudur, nə bilim, elmlər namizədidir, yuxuda atom parçalayırlar, nə belə. Hamısı da işə yarayır özdə, xalqı da aldada bilirlər. Məsələn, burada yazıb ki, ümumi kimya praktiki istifadələrdən asılı olmayaraq qanunlar və qanuna uyğunluqları öyrənir. Bu nə cümlədir? Bunu hardan yazmışsan? Hansı qanun, hansı nəzəriyyə praktikadan asılı deyil? Praktiki istifadələrdən asılı olmayaraq. Ümumi kimyanın içində analitik kimya var. Birbaşa praktikadır. Ölçür, nə bilim, hesablayır. Hansı bir nəzəriyyə var ki, praktikanı izah eləməsin? Tamam, kainatın nəyinsə izah eləmək üçün bəzi nəzəriyyələr ola bilər ki, Einstein'ın məsəl üçün nəzəriyyələrindən praktika eləmək olur. Amma o demək, bütün nəzəriyyələrdə o demək deyil ki, bu dəqiqə eləyə biləsən. O proses baş verir də orada, ən azından var. Biz praktikada olmayan heç nəyi nəzəriyyəsini öyrənmirik, heç nəyi. Burada şahəsər var. Yazıb ki, yuxarıdakı hissələrə heç baxmıram. Avogadro ədədi, sabiti, qarışıq bir-birinə. Burada yazıb ki, mürəkkəb maddənin bir molekulunda isə Na ədədi miqdarında molekul var. Molekulun içində molekul var imiş. Atırsan içində bir molekul çıxırsa. Molekulunda molekul var. Özdə molekulun içində Na ədədi qədər. Yaxşı, tutaq ki, buranı çaşıb da atom yazmaq istəyib. Bir molekulun içində Na qədər atom mu var? Yəni, mən bunu dərs keçəndə müəllimlərə də, qabağıma çıxan şagirdlərə də sual vermişəm. Bir çox müəllimlərlə də elə dərs keçməyim, belə oturum, söhbət edirəm. Baxıram ki, mol söhbətim bilmir. İndi yavaş-yavaş bilirlər bu videolarla. Soruşuram ki, bir molekul suda neçə atom var? Deyirlər 3 Na. Ya da 3 Na. 3 ilə 3 Na-nı eyniləşdirirlər. Çox vaxtda Na deyirlər. Deyir, atom molekul var, sonra da Na deməliyəm. Eyni bu kitabı yazan kimi. Yazıb 3H2O2-də 6 hidrogen atomu və ya 6 vuraq altdan üzdəki 10^23 atom. Yəni 6 vuraq altdan üzdəki 10^23 ilə 6 eyni şeydir. Kimyanı yaxşı, lənətə gəlsin. Riyaziyyat da mı bilmirsən? 6 ilə 6-dan üzdəki 10^23 heç mi demədin? Burada bir desə olma daxil elə bir. Həm 6, həm də 6 vuraq altdan üzdəki 10^23 ola bilməz axı. Nə bilim, ferum K3 molekulunda. Ferum K3-ün molekulu heç yoxdur. Gəldik bura. Burada eyni həcmdə götürülən qazların sıxlıqları nisbəti onların kütlələri nisbətinə bərabərdir. Bunu inanmayacaqsınız, amma istəmədən düz yazıbdır. Normalda molyar kütlələr nisbəti ilə verilir. O da ki, eyni şəraitdə olmalıdır. Eyni şərait sözü olmayanda molyar kütlə ilə səhv olur. Burada molyar sözünü unutduğuna əminəm, amma təsadüfən düzdür. Aşağıda bunu niyə səhv yazdığına əminəm, yəni daha doğrusu səhv bilib təsadüfən düz yazdığını niyə deyirəm? Çünki bir altdakı sözündə səhv edib, bunu həqiqətən anlayan biri düz yazar. Bunu səhv yazan, bunu da təsadüfən düz yazmış olur. Yəni burada molyar sözünü unudub. Bəlkə də soruşsam molyar olmalıdır, hə, olmalıdır deyər. Bir qazın kütləsinin, digər qazın kütləsinə olan nisbəti, məsələn, hidrogenin 10 qramı, oksigenin 5 qramına nisbəti birinci qazın ikinci qaza görə
nisbi sıxlığıdır, heç əlaqəsi yoxdur. Yəni qəti əlaqəsi yoxdur. Bu cümləni yazan insanın qazın sıxlığı, qazın xəstələri haqqında bilgisi sıfırdır. Yuxarıdakı cümlədə yenə deyirəm, bilənlər, azacıq nəsə bilənlər bilir ki, bu təsadüfən düz yazılmış. Burada molyar sözünün unutduğuna görə. Gələk qazın orta molyar kütləsinin hesablanması. Bu da dərslərdə soruşmuşam, çox bilinən bir şey deyil. Niyə? Molyar kütləni bilirlər, düstur. Amma əslində tam nə olduğunu dərk eləmirlər. Məsələn, burada biz bilirik ki, qazların molların nisbəti, onların eyni şəraitdə həcmləri nisbətidir, həcm payları nisbətidir. Tamam, bunları molla, həcmlə, həcm payı ilə vermək olar. Bəs kütlə payı ilə vermək olarmı? 3-cü sinif uşağına versən həll eləyər. Məsələn, 1 mol hidrogen, 1 mol oksigen. Mol payı 1-in 1-ədir. Amma kütlə payı biri 2 qramdır, biri 32 qram. 2 qramdan 32 qramın kütlə payı 1-in 1-ə deyil. Deməli, sənin mol payı ilə alacağın cavabla kütlə payı ilə alacağın cavab əlaqəsizdir. Sən orta molyar kütləni kütlə payı ilə hesablaya bilməzsən. 3-cü sinif uşağının elədiysən. Bəzən bu səhvləri belə eləyirlər. Biz belə yazırıq ki, uşaq başa düşsün. Uşaq nəyə başa düşsün? Ya da dimin testində belədir. Belə yazırıq ki, o testi yaza bilsinlər. Hansı testdə bu var? Yazıb, əgər əlavə edilən qazın molyar kütləsi, özü də qeyd. Qazın molyar kütləsindən kiçik olarsa, qazın sıxlığı azalar. Test toplusunda səhvdir ha bu. Yəni, test toplusunu düz yazsın deyə belə yazılmış bir cümlə deyil yenə. Qabdan asılıdır. Sən qapalı qaba qaz əlavə eləsən, istənilən halda qazın sıxlığı artacaq. İstənilən halda qaz çıxarsın, orada istənilən halda qazın sıxlığı azalacaq. Qazların sıxlığı onların molyar kütlələri ilə düz mütənasibdir. Qazların sıxlığı yəni qazların sıxlıqlarının artma sırası onların əlbəttə ki, burada şərait verilməlidir. Elə eləyərəm ki, hidrogenin sıxlığı bunların sıxlığından daha çox olur. Sadəcə əzbər məlumatlar. Hibridləşmə. Hibridləşmə adına heç bir izah yoxdur. SP3-ün izahını verib karbona görə. Yazıb enerjisi 354. Bu ətrafına birləşən elementlərə görə dəyişir birincisi. İkincisi 109 dərəcə 28 dəqiqə yenə karbona görə verib düzgün tetraeder. Düzgün tetraeder, su tetraeder deyil. NH3 düzgün tetraeder deyil. Karbon üzərində əzbərliyib SP3-ü, elə bilir hamıda elədim. Mən bunu sual vermişəm yenə də müəllimlərə. Suda, suyun elə bil atomlarının yaratdığı quruluş necədir soruşmuşam, deyiblər tetraeder. Çünki SP3-ü əzbərləyiblər. Halbuki CH kloris də tetraeder deyil, bucaq da heç o deyil, NH3-də də bucaq bu deyil, suda da bucaq bu deyil. Deyirlər testdə belə düşür deyə yenə təkrar deyirəm, çünki hər dəfə özlərini bu sözlə müdafiə edirlər. Testi uşaq yaza bilsin deyə belə yazmışıq. Testi sənin verdiyin məlumatlar uşaq səhv yazdı. SP2-ni də o cür səhv izah eləyib. Yəni karbon əsaslı verdiyi məlumatlar. Məsələn, burada SO2, məsələn, SP2-də amma bucaq verdiyi bucaq 120 dərəcə deyil. Burada bucaq verməlidir, haradasa burada 120, amma SO2 120 deyil. SP-də həmçinin çəkilin kainatın izahını verəcək indi. Hidrogen rabitəsi, gözləyirsən indi izah gəlir. 3 nöqtə ilə göstərilən rabitədir. Məsələn, bir sual düşüb. Aşağıdakı hansı maddələrdə molekulalar arası hidrogen rabitəsi yaranır? A bəndi H2O, B bəndi CH4, C bəndi H2S. Belə variantlarda maddələr verilir. 3 nöqtədə yoxdur. İndi uşaq axtarır ki, Allah, burada 3 nöqtə görən hardadır? Sonra, yəni əzbərə, dövlətin kitabında da bunun tərifi səhv verilib. Mən video çəkdim bu barədə. Artıq hamısı öyrəndi hidrogen rabitəsini, düz verəcəklər. Bunları yaxşı əzbərlətdim. Aşağıda bu nədir? Yadda saxla. H2O buxar kovalent rabitə, H-flor qaz kovalent rabitə, H-flor maye hidrogen, mayedə kovalent rabitə yoxdur bəyəm. Bu nə demək istəyir burada? Havanın
nisbi molekul kütləsi. Mən bu kitabın hamısını çəkməmişəm. Yəni mən müəllimdən o əsəbdən o götürdüm, o dediyi sözü görə. Başdan ki 200 bölmə bildim ki, yəni haranı qatışdırıb da çəkdim, 2-3 dərsə baxmışam. Çoxu da ilk səhifələrdə, yəni ilkin anlayış. Mən gedib hələ qabaqçı müəyyən qədər içində elmilik daşıyan dərslərin heç birinə girməmişəm. Hava molekulu varmı ki, havanın nisbi molekul kütləsi də olsun? Bu da topluda verilən, soruşulan sualdır. Yazıb, izomerləşmə zamanı dəyişən yalnız karbon zəncirinin uzunluğudur. Butan üzərindən qayda çıxardı. Və heksanda 2 metil heksan, məsələn 3 metil heksan. Zəncir dəyişmədi, amma radikal yeri dəyişməklə izomerlik yarandı. Verdiyin qayda nədir? Misal üzərindən qayda çıxardırlar, bir məsələyə uyğun qayda çıxardırlar, bir suala uyğun qayda çıxardırlar. Yəni, belə insanların, belə bilgili insanların kitab yazmağına icazə verilməməlidir. Baxmayaraq ki, bundan əvvəlki videoda mən Elmar müəllimin və onun həm müəllif kimi getdiyi şəxslərin yazdığı kitabları göstərdim. Yəni, dövlətin yazdığı kitab o olanda, onun müəllimlərinin yazdığı kitabda bundan artıq olmayacaq. Artıq bu neçənci müəllimdir. Yəni, ölkədə kimya yoxdur. Deyirdilər, kitab dəyişir, gələcək. Mən də dedim ki, 30 ildir bunlar nə var, nə yox yazıblar. Bunların olanı budur. Yenisindən də heç nə gözləməyin, daha da bərbad şəkildə gəlir. Yəni, bizdə təhsil olmayacaq bu gedişlə. Sağ olun.